İnşallah Rusiya Xarici İşlər Nazirliyi əməkdaşının Paris Hava Limanında saxlanılması Moskva ilə Paris münasibətlərindəki gərginliyin daha da artmasına səbəb oldu. Moskva hələlik bu hadisəyə sözlü etiraz bildirsə də bununla kifayətlənməyəcəyini, başqa nəticələrin də olacağını deyir ki, bunlar arasında iki ölkə arasındakı diplomatik münasibətlərin kəsilməsi ehtimalı da istisna edilmir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova bugün hadisə ilə bağlı Fransanın Moskvadakı səfirinin nazirliyə çağırıldığını bildirib. Aprelin 6-sında Charles de Gaulle hava limanında baş verənlərin heç bir izahata sığmadığını deyən Zakharova, Fransa tərəfindən rəsmi izahat tələb etdiklərini, ancaq Fransanın bu tələbi cavabsız qoyacağına inandığını bildirib. Fransa Sərhəd Xidməti əməkdaşları tərəfindən saxlanılan Rus nümayəndə heyətinin üzvünün telefonunun və kompüterinin müsahidə edildiyi barədə məlumat verən Zakharovanın sözlərinə görə atılan addımlar nəticəsində Rusiya rəsmisinə ölkəyə giriş icazəsi verilsə də o bir gün hava limanının sərhəd zonasında qalmalı olub. Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü bu məsələnin unudulmayacağını və Moskvanın bu hadisə ilə bağlı Parisdən cavab tələb edəcəyini bildirib. Rusiyanın Fransadakı səfirliyi tərəfindən də bugün Fransa Xarici İşlər Nazirliyinə nota verildiyi açıqlandı. Paris Hava Limanındakı hadisəni utanç verici bir teatr səhnəsi olaraq adlandıran Zakharova, Rusiyanın buna reaksiyasını sadəcə Fransa elçisini nazirliyə çağırmaq ya da nota verməklə məhdud qalmayacağını, bu addımların sadəcə bir başlanğıc olduğunu vurğulayıb. Kremlin sözcüsü Dmitri Peskov da Rus diplomatın Paris Hava Limanında saxlanılmasının qəbul edilməz olduğunu bildirərək bu hadisənin onsuz da çox gərgin olan iki ölkə münasibətlərini daha da pisləşdirəcəyini dedi. Rus diplomata kömək etmək istəyən konsulluq əməkdaşının da 7 saat gözlədiyinə diqqət çəkən Peskov, Rus diplomatlara belə münasibəti qətiyyətlə qınadıqlarını vurğuladı. Bunu da deyim ki, Fransa prezidenti Emmanuel Macronun bir neçə gün öncə Rusiyanı dərhal 30 günlük ateşkəsə əməl etməyə çağırması da Moskvada reaksiyaya səbəb olmuşdu. Bundan əvvəl də Macronun Ukraynaya fransız əskəri göndərmə planları ilə bağlı bəyanatlarına Rusiya lideri Putin Napolyonun aqibətini xatırladaraq cavab vermişdi. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə Fransanın Ukraynaya sülhməramlı adı altında əskər göndərmə bəyanatlarını xəyalpərəstlik olaraq adlandırmışdı. Lavrov illərdən bəri Ukraynanı silahlandıran Paris və Londonun artıq bu yolla Rusiyaya stratejik məğlubiyyət yaşada bilməyəcəklərinin də fərqinə vardıqlarını bildirib. Nazirliyin rəsmi təmsilçisi Mariya Zakharova isə bugünkü brifinqdə Fransa və Britaniyanın Odessaya sülhməramlılar göndərmə planlarını da bir daha tənqid edərək Ukraynaya sülhməramlı adı altında əcnəbi əskərlərin yerləşdirilməsinin birbaşa Rusiya üçün təhlükə mənbəyi olaraq dəyərləndiriləcəyini xatırladıb.